Vaxtınız xeyir. Sizinlə bugün 9-cu sinif buraxılış imtahanına düşə biləcək suallara baxırıq. Sınaq 3-dən başlayaq. Birinci suala baxaq. Birinci sualda deyir ki, dəyişənin hansı ifadəsində kökaltının mənası var? Kökaltının nə vaxt mənası olurdu? Böyük bərabər 0 olanda. Deməli, kökün altını nə götürürük? Böyük bərabərdir 0. 8 plus 4x böyük bərabərdir 0. Ondan da 4x böyük bərabərdə olar. -2, -8, x də böyük bərabərdir -2-dən. Deməli, -2-ni alır. Olur müsbət sonsuzluq. Cavabımız olar C variantı. Keçək ikinci suala baxaq. İkinci sualda yenə kökün altı. Kökün altı bildiyimiz kimi modulda çıxmalıdır. Yəni, böyükdür, olmalıdır. Deyər ki, 3,14-ün kvadratı 10 tam nə qədər elədiyinə görə, yəni bu ifadə yerini dəyişir. Kök altında 15 çıx pi kimi çıxır. İkinci kök altına baxsaq, baxarıq ki 2 pi, yəni 3 tam nə qədəm. O da eləyər 6 tam nə qədəm. 6 tam nə qədəm də kvadratı 36-ya çatdığına görə yerini dəyişirik. Çıxa, üstə gələk 2 pi minus kök altında 15. Kök altında 15-lər islah olar. 2 pidən də pi çıxanda qalar pi. Cavabımız olar A bənd. Üçüncü testdə kök altından azad etmə. Görərik ki, yenə B-ni nə verir? Kiçik bərabər. Kiçik bərabərdirsə, onda A üstü 28, A üstü 4-dən qabağa bir dənə yazarıq ki, A üstü 2 olduğu kimi çıxar. Amma B üstü neçə qalar? 3. Amma üstü tək olduğuna görə qabağa nəyə çıxar? Mənfisi çıxmış olar. Qalar A üstü 2, B üstü 3. Cavabımız olar B bənd. Dördüncü testə baxarıq. Dördüncü testdə sadəcə müxtəsər vurma düsturu kimi açarıq. Nədir? Birincinin kvadratı. Birincinin kvadratı eləyər 9 vur 6, 54. Çıxaq. Birincinin ikinciyə vurmasının kimisli. Yəni 6, 12, kök altında 12. Üstə gələk. İkincinin kvadratı. 4 vur 2 eləyər 8. 54 üstə gəl 8 eləyər 62. Çıxaq. 12, kök altında 12-ni də yazırıq. 2 kök altında 3. O da 12-yi də 2-yə vurduq. 24 kök altında 3. Cavabımız olar Y bənd. 5-ci suala baxırıq. 5-ci sualda deyir, kəsirini məxrəcini rasionallıqdan azad edir. İndi kəsirin məxrəcini rasionallıqdan azad edəndə məxrəci qoşmasına vururuq. Sürəti də məxrəcdə yazırıq 7. Mötərizədə kök altını dəlil 3. Üstə gəl 2. Məxrəcdə də bir dəfə çıxağı, bir dəfə üstə gəl. Kök altını dəlil 3. Çıx 2. Kök altını dəlil 3 üstə gəl 2. Sürət olduğu kimi qalır. Məxrəcin yazırıq 49. -49-un 7 ixtisar gedir. Qalır. Məxrəcdə 7. Sürətdə də ki, kök altını dəlil 3 üstə gəl 2. Cavabımız olur Y variantı. 6-cı suala baxırıq. 6-cı sualda kök altında 32-ni yazarıq ki, 4 kök altında 2. Üstə gələk. 8 yazaram. 6 kök altında 3. Üstə gələk. 72-ni yazarıq. 6 kök altında 2. Üstə gələk. 48 yazarıq. 4 kök altında 3. Məxrəcdə 75 yazarıq. 5 kök altında 3. Üstə gələk 5 kök altında 2. 4 kök altında 3, 6 kök altında 3. Eləyər 10 kök altında 3. 4 kök altında 2 ilə 6 kök altında 2 eləyər 10 kök altında 2. Məxrəc olduğu kimi qalar. Ümumi sürət və məxrəcindən sürətindən 10-u mötərizə xaricinə çıxarsaq, qalar kök altında 3.
Üstəcək kök altında 2. Məxrəcdən də 5 çıxarsaq, qalar kök altında 3. Üstəcək kök altında 2. Bunlar mötərizələr ixtisar gedər. Onu da 5-ə böləndə qalar 2. Yeddinci suala baxırıq. 7-ci sualda birinci olduğu kimi kəsri ortaq məxrəc eləyək, axırda irrasionallıqdan azad edilir. Bunlara ortaq məxrəc olaraq kök altında 75. Birinci olduğu kimi qalır, yəni 5 üzərinə gələk. Kök altında 75, kök altında 5-ə böləndə qalır kök altında 15. 20 kök altında 15. Çıxaq. Kök altında 75 3-ə böləndə kök altında 25, ondan da çıxar 5. Buradan 5'lər islah olunar. Qalar 20 kök altında 15. 20 yazarıq kök altında 15'i, kök altında 5 vuraq kök altında 3 kimi yaza bilərik. 75 də nədir? 5 kök altında 3 kimi yazmış olarıq. 5 ilə 20 ixtisar gedir. Kök altında 3'lər gedər. Qalar 4 kök altında 5. Cavab olar Y bənd. 3-cü sualda kökün altından çıxardırıq. Mənfi 5'in kvadratı həm də mənfiyə aid olduğuna görə çıxır 5. Çıxaq 3. Dərəcə cüt olduğuna görə mənfi çıxır. Çıxaq. Mənfi 2'nin kvadratı 4. Çıxaq olur. Mənfi nisbət edir. Onlar üstə gələk 27. Bərabərdir. 5'dən 3 çıxdıq 2. 2'dən 4 mənfi 2. Mənfi 2 ilə də 27 olar 25. Cavab olar C. 9-cu suala baxırıq. 9-cu sualda qaydamız var idi ki, 2'nin hər birini bir kökün altında yaza bilərik. Bunun hər birini biz bir kökün altında yazarıq. Bərabər. İndi biz bunu yaza bilərik ki, 27'yi 5'ə vurub üstə 25 gəlməlidir. Bu da eləyər 135 üstə gəlir 25 eləyər 160. Onda 160 kök altında burada 2,7 ilə 27'ni ixtisar aparsaq nə qalır? 10. Yəni 160 bölək 10. Kökün altında bir kökün altında olur. 160'ı da ona böləndə qalar kök altında 16. Bundan da çıxar 4. Onuncu suala keçirik. 10-cu sual. Bir A kiçik 0, B kiçik 0 olduqda hansı ifadənin mənası var? Baxarıq ki, nə olmalıdır? İfadənin hansının A bəndinə baxarıq. A variantında ikisinin də üstü təkdir deyə bunun qabağında mənfi ola bilməz. B variantında eyni qaydada hər ikisinin qabağı mənfidir. Qabaqda da mənfi varsa kökün altı mənfi olar. Olmaz. C variantına baxarıq. B-nin üstü təkdir. Təkdirsə mənfidir. Qabaqda mənfi olmalıdır ki, müsbət olsun. Y-də də eyni qaydada hər ikisi təkdir. Qabaqda mənfi var. Nə olar? Mənfi. Amma D variantına baxarıq ki, mənfi. Olar müsbət. B-nin də üstü cütdə onsuz olar müsbət. Deməli, nəyin B variantının mənası var. B-nin üstü 8 olduğuna görə bu ifadənin mənası olar. Keçirik 11-ci suala. 11-ci sualda yenə ifadəsini sadələşdiririk. Baxarıq ki, B mənfidir. B mənfidirsə, onda B üstü 5 olduğuna görə qabağa çıxar mənfi. 49'dan çıxar 7. 25'ten çıxar 5. A üstü 6'dan çıxır A üstü 3. B üstü 5'ten B üstü 10'dan çıxır B üstü 5. B'nin üstü mənfi olduğuna görə qarşı mənfi çıxır. Cavab olar B variantı. 12-ci suala baxarıq. 12-ci sualda mənfi qalar yerində. 55 hansı ədədlər arasındadır? 7 ilə 8'in. Onda olar 7 tam
onda 5 yazsaq, 7 tam onda 5-in nə ilə nəyin arasında olar? Mənfi 7 ilə mənfi 8-in. Mənfi 8 və mənfi 7. Cavab olar D variantı. 13-cü suala baxırıq. 13-cü sualın birinci sürətini yazarıq. Kök altında 8-ci dərəcədən 3 üstü 1 vuraq 3 üstü 3-də 2. 3-də 2. Məxrəcini yazarıq. Kök altında 4-cü dərəcədən 3 üstü 2 vuraq 3 üstü 6-da 5. Bərabərdir. İndi bunların əsaslar eynidirsə üstə nə edirdi? Toplanırdı. Kök altında 8-ci dərəcədən olar 3 üstü 3-də 5. Məxrəc olar kök altında 4-cü dərəcədən 3 üstü 6-da 17. İndi biz burada məxrəcin hər tərəfini qüvvəti, yəni 2 eləsək, kök altında 8-ci dərəcəyə gələr, bura qalar 3-də 17. Yəni 8-ci dərəcədən 3-də 5 sürətdə qalar 3-də 5, 3 üstü 3-də 5. Məxrəc qalar 3 üstü 3-də 17. Biz bunun əsaslar eynidir. Qüvvətlər nə edirdik? Çıxırdı. Qalır 8-ci dərəcədən 3 üstü mənfi 3-də 12. Bunu da 12 3-ə böləndə qalar 8-ci dərəcədən mənfi 4. Kök altında 8-ci dərəcədən 3 üstü mənfi 4. 4 ilə 8 gedər qalar. Mənfi 1 o da eləyər 1 bölək kök altında 3. Yəni biridir ki, üstə mənfi olarsa 1 böləyinlə yazılır. Cavabımız olar A variantı. Dördüncü sualda baxarıq ki, məxrəc hər hansı bir natamam düsturdur. Məxrəci olduğu kimi saxlayarıq. Sürət nəyin açılışıdır? Kök altında 3-cü dərəcədən A, çıxaq kök altında 3-cü dərəcədən B. İkinci mötərizə də məxrəcin elə olduğu kimi özüdür. Üstə gələk, kök altında bir dənə nəyimiz var? B-miz. 3-cü dərəcədən B-miz. Buradan məxrəclə ikinci mötərizə istinad gedər. Mənfi B kök altında 3B ilə kök altında 3B-lər də gedər, qalar kök altında 3-cü dərəcədən A. Cavabımız olar C variantı. 15-ci sualda kökün altda salmalıyıq. İndi kökün altda salanda ana nə verir? Mənfi. Anı mənfi verirsə mənfi ilə qarşıda qalar. Kökün altında 4-cü dərəcədən A üstü 4 kimi girər, A üstü 2 də var, qalar A üstü 6. B-yə baxsaq görərik ki, B üstü 2, B üstü 8 kimi girər, amma B-in üstü 9 var. B-in üstü 8 ilə B-in üstü 9 silah olunan nə qalır? Eləcə B. Yəni qaldı nə? Mənfi 4-cü dərəcədən A üstü 6 böl B. Cavab olar D variantı. 17-ci suala baxırıq. 17-ci sualda 32-ni yazarıq. 2 üstü 5. 2 üstü 5. Biz mötərizədə bunu ümumi mötərizəyə alıb üstü 5-də 2 kimi yaza bilirikmi? Yaza bilirik. Üstə gələk. Dedik ki, üstü mənfi olanda nə idi? Tərsi. Yəni bunu 125-dən 1000 yaza bilərik də. 125-dən 1000. Üstünə 3-də 5.
Üstə gələk. Dedik üstə 0 olanda fərqi yoxdur, elə 1 eləyir. Bunu elə ümumi 1 kimi yazarıq. Yenə bunu da 1000-də 1-dir. Tərsini yazıb nə edirdik? 1000 üstü üstə 1. 1000 üstü 3-də 1. Buradan baxarıq ki, 5-lər ixtisar edir. Qalır 2 üstü 2, yəni 4. 1000-i 128-ə böləndə 8 qalır. 8-i yazarıq. 2 üstü 3. 3-lər ixtisar gedir. 2 üstü 5 qalar. 2 üstü 5-imiz 32. 2 üstü 5. Üstə gəl 1. 1000 də deyir 3-cü dərəcədən kök istəyir. O eləyər 10. Neçə qaldı? 47. Cavabımız olar 47. 3-cü sualda görərik ki, birinci kökün altdakı kökü sadələşdirib, sonra ümumi ifadəni sadələşdirir. Yazarıq kök altında 47 üzərinə gələk. 3 minus 2 kök altında 5. İkinci kökə baxsaq görərik ki, bu hansısa düsturdur. Yəni biz bunu əvvəlki kökə uyğun, yəni 3 minus 2 kök altında 5 kimi yazıb sadələşdirə bilərik. 3 minus 2 kök altında 5-in kvadrat. Kvadratla kök gedər, qalar 3 plus. Burada plus. Buradan yazarıq ki, kök altında 47. Üstə gələk. Bizim qaydamız var. Bir dəfə çıxaq, bir dəfə üstə gələk. Nə olurdu? 3-ün kvadratı, yəni 9 çıxaq. 2 kökdə 5-in kvadratı eləyər 20. Buradan da görək kök altında bərabərdir. Kök altında neçə eləyər? 36. Bundan da çıxar 6. 19-cu suala baxırıq. 19-cu sualda hər biri kök altında 3-cü dərəcədən olduğuna görə bunun hər birini bu kökün altına yaza bilərik. Kökün altına yazarıq 3-cü dərəcədən. Sürət qalar yerində. Kökün altında 15. Məxrəcə baxarıq ki, nəyin açılışına oxşuyur? 15-i özünü kvadrat kimi yazanda yerdə qalır 16. Yəni 4. Yaza bilərik 4 plus kök altında 15-in kvadratı. Üstə gəl kök altında 15 olduğu kimi qalır. İndi baxaram ki, burada kvadrat heç birindən getmir. Onda mən bunu hər tərəfinə 4 plus kök altında 15-nə vura bilərəmmi? Həm sürət, həm məxrəci. Bəli. Kök altında 3-cü dərəcədən sürətə yazarıq 4 minus kök altında 15. 4 plus kök altında 15. Məxrəci də bir dənə də 4 plus 15 yazanda nə olur? Kubu. 4 plus kök altında 15-in kubu. Üstə gəl kök altında 15-in özü. Şimdi baxaram, kublar gedir məxrəsə. Nə qalır? 4 plus kök altında 15-in özü. Sürətdə nə qalır? 16 çıx 15, 1. Yəni onu 1 kimi yazsaq, məxrəsə də yazarıq 4 plus kök altında 15. Üstə gəl kök altında 15. İndi baxaram, nə etməliyəm? İrrasionallıqdan azad eləməliyəm. Hər tərəf nəyə vururuq? 4 minus kök altında 15-ə. Sürətdə olar 4 minus kök altında 15. Məxrəsdə də olar 4 plus kök altında 15, 4 minus kök altında 15. Bərabər. Məxrəc eləyər 1, yəni 16 çıx 15, 1. Sürət olduğu kimi qalar. 4 minus kök altında 15, 15-lər gedər. 15-lər gedər, qalar 4-ün özü. Iyirminci suala baxırıq. Cavab oldu 4. Buradan 20-ci suala baxanda 19-cu sualı silərik.
20-ci sual. 20-ci sualda baxarıq ki, kökün altının mənası var. Nə edirdik? Kökün altını ayrı-ayrılıqda böyük bərabər 0 götürərik. Qalar 14 minus a böyük bərabərdir 0. Olur a kiçik bərabərdir 14. Bir də a minus 9-u böyük bərabərdir 0. A da böyük bərabər olar 9. Bizə bunun hər ikisinin kəsişdiyi nöqtə nə olar? 9 ilə 14. Yəni neçə tam qiymətindədir? Yəni neçə tam qiymət olar? 9 ilə 14 aralığında olan ədəddir. Onda qaydamız var idi. 14 çıx 9 plus 1. Delədi 6. Cavabımız olar 6. Baxırıq. 21-ci sualda birinci sadələşdiririk. Sürətdə qalır 3 üstü mənfi 3. Altına yazarıq 6 üstü mənfi 12. Məxrəsdə də yenə 8 üstü mənfi 6 vuraq 162 üstü mənfi 4. Bərabərdir. Buradan 3 üstü mənfi 3 qaldı yerində. Sürət olur 2 üstü mənfi 12 vuraq 3 üstü mənfi 12. Məxrəsdə qalır 2 üstü mənfi 18. Yəni 18 vuraq. Bunu yazarıq 2 üstü mənfi 4 vuraq 81 üstü mənfi 4. Onda eləyir 3 üstü mənfi 16. İndi bunları ayrı-ayrı eyni sadələşdirərək sürət qalır 3 üstü mənfi 15 vuraq 2 üstü mənfi 12. Məxrəc qalar 2 üstü mənfi 22 vuraq 3 üstü 16 mənfi 16. Bunlar ixtisar gedəndə qalar sürətdə qalar 1. Məxrəcdə qalar 2 üstü mənfi 10 vuraq 3 üstü mənfi 1. Qaydamız da nə idi? Mənfi olanda tərsinə çevrilir. Yəni 2 üstü 10 vur 3 o da eləyər 1024 vur 3. 2 üstü 10 bilirik ki 1024 eləyir. 1024 vur 3 o da eləyər 3072. Cavab olar 3072. 22-ci suala baxırıq. 22-ci sualda görərik ki, məxrəclər sadəcə nə var? Yerləri dəyişir. Yəni qabağa mənfi çıxartmaqla eyni eləyə bilər. Onda elə birbaşa bir məxrəcdə yazarıq ki, 4 minus 3a sürətə də yazarıq 2 minus kök altında 3a. Deməli ikincidə nədir? Vurma varsa, bölmə varsa nə edirik? Tərsinə çevirib vurarıq. Vuraq. İkinci kəsin tərsi. Amma tərsinə çevirəndə də 2 plus kök altında 3 yazarıq. Toplananların yerini dəyişəndə cəm dəyişməz. Bölək 2. 3a bərabərdir. Baxarıq ki, bir dəfə minus, bir dəfə plus. Nəyin açılışıdır? 4 minus 3a-nın. Sürətə yazarıq 4 minus 3a. Məxrəcə yazarıq 4 minus 3a. Vuraq 2-də 1 var. Yəni 2 var burada. Sürətdə 1 kimi baxanda. Bunlar mötərizənin içindən sürət ixtisar gedir. Qalır 2-də 1. O da eləyir 0,5. 23-cü suala baxarıq. Suala baxırıq. 23-cü sualda birinci yazarıq. Kök altında sürəti yazarmış. Kök altında. Baxarıq ki 10. Burada kök altında 3 verir. 2 misil olanda 2 misilinə bölsək onu nə olur? 5. Yəni kökün altında. Yəni 5 plus kök altında 3-ün kvadratı. Məxrəci yazarıq ki, baxaram kök altı var. Kök altı altını yazaram. Minus nə olar? 4-ü 2-yə böləndə 2. 2-nin kvadratı. Vuraq. İkinci kəsr olduğu kimi qalır. Sürətə baxsam görərəm ki, nədir? Köklər gedər. Nə qalar? 5 plus kök altında 3. 5 minus kök altında 3.
Məxrəcdə də kök altında 6 minus 2. Bir də kök altında 6 plus 2. Bu nə oldu? Kvadratlar fərqinin açılışı. 25 çıx 3, 22. 6 çıx 4, qalar 2. Bu da eləyər 11. Cavab olar 11. Suala baxırıq. 24-cü sual uzun sual olsa da, amma yazarkən baxacaq ki, çox rahat, çox asan bir sualımızdır. 24-cü sualda deyir, düzbucaqlı şəklində verilmiş. Parkın daxilində uşaqlar üçün ayrılmışdır. Kvadrat şəklində göstərir. Yəni kvadratın sahəsini verib. Nədir? 324. Biz birinci kvadratın tərəfini tapa bilərikmi? Kvadratın tərəfi, yəni sahəsi nəyə bərabər? Des bərabərdir A kvadrat. Onda bizdə A kvadratını neçə verib? 324. A neçə olar? A-nı taparıq ki 18. Sonra nə deyir? Ayrılmayan hissəsi, yəni ştrixlənməyən hissənin sahəni soruşur. Biz baxarıq ki, düzbucaqlının verib bu qədəm yeri kök altında A. Kök altında A, kök altında B. Onda biz düzbucaqlının uzunluğunu kök altında A plus 18 götürə bilərik. Enini də kök altında B plus 18 götürə bilərik. Deməli onda düzbucaqlının sahəsi nəyə bərabər idi? Kök eninin uzunluğuna vurulması. Amma biz bir şey yadda saxlayırıq ki, bu ştrixlənmiş sahəni tapmaq üçün düzbucaqlının sahəsindən kvadratın sahəsini çıxmalıyıq ki, bizə ştrixlənməyən hissənin sahəsini tapaq. Onda S yaza bilərikmi? Ştrixlənmiş sahə bərabərdir. Düzbucaqlının sahəsi nədir? Kök altında A üstəgəl 18. Vuraq. Kök altında B üstəgəl 18. Nəyi çıxacaq dedik? Kvadratın sahəsindən 324. Bərabərdir. Bunu atsaq, olar ki, kök altında AB üstə gələk 18 kök altında A. Buradan da 18 kök altında A plus 18 kök altında B-ni birbaşa 18-i mötərizə xaricinə çıxardıb kök altında B şəklində yazıb. Üstə gələk axırıncı 18 324. Bir dənə də baxarıq axırda çıxaq 324-ün islah olunar. Onda bizim ştrixlənməmiş sahə nəyə bərabər olar? Kök altında A plus 18 kök altında A üstə gəl kök altında B. 25-ci suala baxırıq. 25-ci sual bütün imtahanlarda demək olar qarşımıza çıxa biləcək sualdır. Birinci baxarıq ki, kvadratla kök aparanda birinci nəyə baxarıq? Modulda çıxmalıdır. Modulda çıxdığına görə birinci şərtə baxarıq ki, qiymətimiz nə olsun? Müsbət. Birinci baxaram ki, 4 ilə 6 aralığındadır x-imiz. X-in yerinə 4 ilə 6 qoysaq müsbət olar. Deməli, bu nətər çıxır? Olduğu kimi x minus 3. Amma axırıncıya baxsam, ikinciyə baxsaq görərik ki, 7 nədir? 6-dan böyük. Deməli, bu mənfi olduğuna görə nə edirik? Yerlərini dəyişir. Üstə gələk 7 minus x kimi yazarıq. Məxrəcə baxsaq, birinci nədir? 8. 8 6-dan da böyükdür. Burada olan 5-dən də böyükdür. Deməli, nə edirik? 8 minus x kimi çıxardarıq. Çıxaq. Amma yenə yuxarıdakı qaydada dedik ki, 6 nədir? 6-dan bərabər 5-dən də böyükdür. Olduğu kimi çıxar. Onda olar 6 plus x. Deməli, buradan hər ikisi x-lər gedər. Yuxarıda qalar 4. Aşağıda qalar 2. Cavab olar 2. Çox sağ olun. Bizə də cavab olar 2. 4/2 cavabımız olar 2. Çox sağ olun. Bu qədər.